Mən sizin kimi insanlar üçün barmağımı burdan bura hərəkət etdirmərəm. O üzdən iraq deyirlər, cinsi azlıqlara əsasən bizdə. Yo, üzdən iraq elə sizin özünüzsüz. Bəziləriniz elə bilir ki, mən qaz vurub qazan doldururam. Gəlin görək indiyə qədər mən YouTube-dan nə qədər pul qazanmışam. Bəzən ilahi elə iyrənc şərhlər yazırlar ki, hansı ki mən 40 gün düşünsəm ağlıma belə gəlməz. Hə, dostlar, həyatda hər şeyin bir sonu olduğu kimi, əlbəttə mənim də bir sonum olacaqdı. Bir də nə zaman geri dönərəm, dönmərəm, inanın bilmirəm. Açığı bu haqda da ümumiyyətlə düşünmək istəmirəm. Məni tanımadan, bilmədən haqqımda pis danışan, məni təhqir edən insanlar, sizlərə haqqımı qətiyyən halal etmirəm. Ona görə ki, siz mənim haqqıma girdiniz. Deməli, Heydər Əliyev Fransa səfərindən qayıdır. Ona aeroportda hələ gənc jurnalist olan Qənirə Paşayeva da olur. Allah rəhmət eləsin. Qənirə xanım tez qaça-qaça mikrofonunu götürüb Heydər Əliyevin yanına gedir və mikrofonu ona uzadaraq bu sualı verir. Qarabağla bağlı hansı yeniliklər var? Həmin vaxtda Heydər Əliyev çox gərgin və yorğun bir simada olur və qayıdıb deyir ki, qızım, gəl sevgidən danışaq. İndi də mən elə bir vəziyyətdəyəm ki, yalnız və yalnız bu videoda sevgidən danışmaq istəyirəm. Amma sevgi də elə bir duyğudur ki, ona qətiyyən etibar edib arxalanmaq olmaz. Mən məhəlləyə çıxanda bir oğlan var, zaman-zaman onunla qarşılaşıram. Məni görəndə yaxınlaşırdı və başlayırdıq səmimi bir söhbət eləməyə. Videolarım haqqında hər zaman müsbət fikirlər səsləndirirdi. İndi yanıma gəlməyə keçdimi, dönüb üzümə belə baxmır. Hətta vəziyyət elə bir yerə gəlib çıxıb ki, məni görəndə yolunu dəyişir, kənar tərəfdən gedir. Niyə? Bilmirəm. Bizim insanımızın hər şeyi şərtlə olur. Kimsə kimsəni şərtsiz sevmir burada. Bugün bir şey deyirəm, deyir ağzına sağlıq. Sabah bir şey deyirəm, deyir dilini arı soxsun. Birisi gündə yenə bir söz deyirəm, deyir yaxşı dedin, əhsən. Qalmışam ortalıqda əsir yesir. Bu yeni bir fenomendirmi cəmaət sizdə? Sizə görə sizin düşüncələrinizdə, sizin ağlınızda olmayan insanları qəbul etmək olmaz. Gərək hamımız eyni ağılda olaq, robot kimi olaq, hər qapıdan eyni səs mi gəlsin? Hər kəs eyni sözü mü təkrarlasın? Dünyanın Azərbaycan adlı çox qərib bir ölkəsində bir oğlan var. Adı da ölkənin elə başlanğıcından gəlir. Azərdir. O adam belə düşünür, belə fikirləşir. Deyəsən bir dənə dəli var bu ölkədə, o da mənəm. Video paylaşıram, deyirsiz aspirin yığ. Video paylaşıram, deyirsiz sən özünü çox ağıllı, savadlı mı hesab edirsən? Bir söz deməyə peşmansan. Bəzən ilahi elə iyrənc şərhlər yazırlar ki, hansı ki mən 40 gün düşünsəm ağlıma belə gəlməz. Necə ola bilər ki, məni heç tanımayan siz mənim səmimiyyətim haqqında fikir bildirirsiniz? Bizlər nəyə görə bir-birimizi sevmirik? Qoyun açıqlayım. Ona görə ki, hamımız əlbir olub, başqalarının işlərinə burnumuzu soxuruq. Kimsə kimsəyə hörmətlə yanaşmır, kimsə kimsəyə qiymət vermir. Yaxşı insanlar əlbət var, hər zaman da var olacaqlar. Amma sayları çox azdır və biz onları görmürük. Müsbət hadisələrlə çox az qarşılaşırıq. Əsasən keyfsiz, dərdli və düşüncəliyik. Mən buradan səhərdən axşama qədər işləyən adama necə deyim ki, ay qardaş, bacı, dayı, bibi, get bir kitab oxu, get bir maarifləndirici videoya bax. Nə bilim, arada bir teatra get. Necə deyim axı? Adam hər gün çörək pulu qazanmaq üçün çabalayır. Onun daha önəmli öncəlikləri var. Heç elə adamlar mənim videolarımı da izləmir. Vaxtı yoxdur. Bunu da anlamaq olar. Bəs yaxşı, sizə nə olub? İndiyə qədər hansı biriniz mənə dəstək oldu? Bir qara çöp belə verəniniz olmadı. Bax, məni gördüyünüz o telefonu bacım alıb. Arxada gördüyünüz otağı bacım remont eləyib. Üstümdə geyindiyim sarışqanı mənə bacım alıb. Bu gördüyünüz mikrofonu məhəllədə bir müəllimə var idi. Mənə o vaxtı 100 manat vermişdi. Biraz üstünü düzəldib gedib bu mikrofonu aldım. Hələ o vaxtdan bəri də bu mikrofondan istifadə edirəm. Mən sizlərdən incimirəm. YouTube fəaliyyətimdə olduqca gözəl insanlarla tanış oldum. Hər videomun altına şərh yazan, mənə mənəvi olaraq dəstək olan insanlar çox oldu. Buradan hər birinizə təşəkkür edirəm. Həyatınızın mərkəzinə gedib sevgilinizi ya da hər hansısa bir dostunuzu yerləşdirməyin. Sabah o mərkəzə qoyduğunuz şəxs getdikdə siz də dağılacaqsınız. Ya özünüzü qoyun, ya da ailənizi və həyatda nə zaman sarsılsanız, o mərkəzdən güc tapıb yenidən ayağa qalxmağı bacaracaqsınız. Mən buna ürəkdən inanıram. Bəziləriniz elə bilir ki, mən qaz vurub qazan doldururam. Gəlin görək indiyə qədər mən YouTube-dan nə qədər pul qazanmışam. Baxın, ümumilikdə qazandığım pul budur. Gülməli rəqəmdə elə deyil. Pul qazanmam nə zaman açılıb? Oktyabrın 8-i 2025-ci il. İndi hansı tarixdəyik? İyunun 23-ü 2026-cı il. Aradan düz 18 ay vaxt keçib. Aya böldükdə $20 pul eləyir. $20.
Mən heç özümə əziyyət belə verib, kart açdırıb o pulu çıxartmamışam. Bundan əlavə də mənim heç bir gəlirim zadım olmayıb. Özüm də işsizəm, heç bir yerdə işləmirəm. Bu yaxınlarda sizin də bildiyiniz kimi Mak TV-yə getmişdim. Orada aparıcı müxbir vakansiyası var idi. Dedim gedim mən də şansımı yoxlayım. Sevdiyim, qiymət verdiyim bir peşədir. Ən azından 1 ildir ki, bu sahədəyəm, kamera qarşısındayam, söhbət eləyirəm, danışıram, insanların içinə çıxıram. Yəni özümü bu sahəyə uyğun hesab edirdim. Getdim, iştirak elədim. Bunun videosunu düzəldib paylaşdım. O qədər iyrənc şərhlər gəldi ki, mənim videomun altına. Mənə deyirlər ki, aradan bir müddət keçəndən sonra sən də filan kəslər kim olacaqsan, sən artıq indidən başlamısan, sənin gələcəyin hazırdır. Bu tərzdə mənə şərhlər gəlirdi. Heç onlar məni qəbul etmədilər. Bunu deyən insanlar, siz məni yarı yolda qoydunuz. Siz məni hələ yolun başında bir damğa vurdunuz və məni görmək istədiyiniz pozisiyaya qoydunuz. İndidən məndən üz çevirdiniz ki, deyirəm məni yarı yolda qoydunuz. Heç siz məndən nə zaman yol getmisiniz ki? İndidən atdınız məni bir qırağa. Bir hadisə ilə bağlı video çəkirəm, mənə dərhal yazırlar. Daha önəmli problemlərimiz var, daha mühüm məsələlər var, onlar haqqında niyə danışmırsan? Qardaş, əzizim, telefonun var? Var. Mikrofonun var, kameram var? Var. Çək, səni hansısa məsələ narahat edirsə, paylaş. Məndən sən nə umursan? Sən oturacaqsan divanda əlində popkorn, qarnını yerliyə-yerliyə gəlib mənim videoma şərh yazacaqsan. Mən də o yazdığın fikri səsləndirəcəm. Sən də evdə qarnını qaşıyacaqsan, elədir? Elə deyil. Siz sadəcə ortada it oynadan axtarırsınız və bu tipli mesaj yazan insanların hamısının ortaq bir nöqtəsi var. Heç vaxt öz ad soyadları olmur və profildə də öz şəkillərini qətiyyən yerləşdirmirlər. Onlar sadəcə ortada it oynadan axtarırlar. Mən sizin kimi insanlar üçün barmağımı burdan bura hərəkət etdirmərəm. O üzdən iraq deyirlər, cinsi azlıqlara əsasən bizdə. Yo, üzdən iraq elə sizin özünüzsüz. Hətta ondan da ağır bir söyüş növü varsa da sizə ünvanlayıram. Gedin topunuzla oynayın. YouTube'u niyə açdım? Ona görə ki, tənha idim. Kimsəm yox idi. Danışmağa, dərdləşməyə. Dedim bir kanal açım, söhbət edim. Çox da məmnun oldum. Gəldim yerdən çox razıyam. İzləyicilərimdən çox razıyam. Çox yaxşı insanlar tanıdım. Hansı məkana gedirəm, insanlar məni tanıyır, hörmət edir. Şəhərə çıxanda uşaqlar məndən şəkil çəkdirirlər. Bəzən də heç tanımadığım adamlarla dəqiqələrlə söhbət edirəm. O qədər ədəbsiz xəbərlər olur ki, mən paylaşmıram. Mən bu cəmiyyəti çox yaxşı tanıyıram. Bilirəm cəmiyyət nəyə qiymət verir, nəyə yox. Prim, baxış, izləyici yığmaq istəsəm, elə həmin videoları paylaşaram. Yaxşı da reyting qazanaram. Ya da gedərəm hansısa əqli qüsurlu insanları çəkib paylaşaram, onları alçaldaram, məzələnərəm, yenə çox izlənərəm. Amma mən bunları ayıb hesab edirəm. Ona görə də mənim bir dənə də olsun bu cür paylaşımımla qarşılaşa bilməzsiniz. Cəmiyyətin tərif etdiyi insanı tənqid edir, tənqid etdiyi insanı da tərif etmişəm. Sürü psixologiyası ilə mən hərəkət eləmirəm. Hesab edirəm ki, bu daha maraqlıdır. Həyatı ciddiyə alaraq yaşamıram. Həyat ciddiyə alınaraq yaşanılmaz. Hər hadisədə, hər məsələdə bir təbəssüm axtarışındayam. Hər hadisədən bir dərs, hər dərsdən də bir nəticə çıxarmaq lazımdır. Arada gülməli videolar izləmək də olar. Kim nə deyə bilər buna? Amma əzizlərim, balansı mütləq qoruyub saxlamaq lazımdır. Bu video çox sərt oldu bilirəm, amma içimi töymək istədim, danışmaq istədim. Hələ mənim danışası çox şeylərim var, amma yorulmuşam, danışmaq istəmirəm. Qəlbimin qırıqlığını necə ifadə edeyim? Necə danışım? Bəzi ağrılarımız üzdə olur. Bunu həll eləmək müəyyən qədər asandır, amma daxilimizdə olan ağrıları həll etmək, bax bu kifayət qədər çətindir. Mən hələ də o ağrıya bir şəfa tapa bilməmişəm. O profil şəkilləri olur, maşınlarını qoyurlar, telefonlarını qoyurlar, ya da cazibədar bir bədənə sahibdirlər, onu ora yerləşdirirlər. Heç düşünmüsünüzmü ki, bunun səbəbi nədir? Bunu nəyə görə edirlər? Çünki mənəvi dünyaları o qədər boşdur ki, onlar bir şeylə bunu doldurmağı bacara bilməyiblər. Onlar xoşbəxt deyil. Onlar heç zaman ürəkdən sevinə bilməzlər. Bəzən bir zarafata yüksək qəhqəhə ilə gülərlər. Amma çox qısa zaman sonra yenə kədərlənməyə başlayırlar. Anda qalmağı bacarmırlar. Ya keçmişdədirlər, ya da gələcəkdə. Daxili dünyanın boş olması görün nə qədər əzab verir insana. Hər şeydən öncə buna fikir verin. Xoşbəxtlik bir aldanışdır. Aldanmağı bacaranlar xoşbəxtdir. Mən aldanmağa bir şey tapa bilmədim. Çox gəzdim, çox oxudum, çox insan tanıdım, amma aldanmağa bir şey tapa bilmədim. Ümid edirəm bir gün yenidən qarşılaşa bilərik. O gün gələnədək özünüzə, canınıza yaxşı qulluq eləyin. Sizi düşündürən insanlara qiymət verməyi unutmayın.
Çünki sabah sizə o cür insanlar lazım olacaq. Hələlik sizlərlə sağollaşıram. Məni unutmayın.